Değerli kardeşlerim, bu həftəki xütbəmizin mövzusu ixlas haqqındadır. İxlas lüğətdə arınmaq, dupduru olmaq mənalarına gəlir. İxlas bir bədən olaraq düşünsək, bədəndəki ruha bənzəyir. Eğer bir bədəndə ruh yoxdursa, o bir cəsəddir. Əməllərimizi belə qiymətləndirək. Çünkü Allah Azza ve Celle bizim ettiğimiz əməllərin en önemli hususlarından biri de halisane, dupduru, içine heç nə qarışmadan məhza Allah üçün olmasını istəyir. Bir gün havarilərindən, İsa Aleyhisselamın havarilərindən biri İsa Aleyhisselam'a soruşur. İxlas nedir diye. O da cevap olarak insanların təqdirlərini, insanların təşəkkürlərini, heç bir şeyini gözləməməkdir. Bakın kardeşler, yani ettiğimiz əməlləri sırf Allah üçün etməkdir. İxlası daha yaxşı anlamaq üçün insanda ehsan şuuru olmalıdır. Cibril hədisində Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ihsan hakkında belə buyurur ki, ihsan Allah'ı görürmüş kimi ibadet etməyindir. Her ne kadar sen onu görmesen de o seni görür. Düşünək, ettiğimiz əməlləri Allah Azza ve Celle görür. Yaxşı, ixlasın ziddi nedir? Kardeşlerim, ixlasın ziddi riyadır. Sum'adır. Riya nedir? Gösteriş. Bu haqda da Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədis şəriflərində sizin üçün Dəccaldan daha çox qorxduğum bir şər barəsində sizə bildirim mi deyir? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem düşünün. Dəccaldan daha şərli. Bilirsiniz nədir kardeşlerim bu? Bu riyadır. Ettiğin əmələ, yani Allah üçün ettiğin əmələ başqalarını ortaq edirsən. Bax, mən filan vaxtı filan şeylər eləmişəm. Mən onu eləmişəm, mən bunu eləmişəm. Və yaxud da göstərir ki, bax, mən belə bir cömert birisiyəm. İxlasın en çətin ve en zor olduğu yer birinci olarak niyettir. Çünkü niyette ixlası tutmak çok çətindir. İnsan ixlasına hansı seviyede olmasını bilmək istəyirsə birinci növbədə öz niyetinə baxsın. Allah Resulü aleyhissalatu vesselam İnnemel a'malu bin niyyat. Əməllər niyyətlərə görə dəyər qazanar. Yani kazanacağımız savab bizim niyetimizde ortaya çıxır. Ettiğin əməli sen ne için ettin? Hansı qarşılıq üçün ettin? İnsanlara göstermek için mü? Veyahut da insanlara eşittirmek için ettin bunu? Bu derinliğe vardığımız zaman bunun ne kadar ihlasının ne kadar olduğunu ortaya çıkarırsın. Onun için de alimlerimiz güzel bir söz demişler kardeşlerim. Az ihlas insanı kurtarar. Yani əməlinin halis olarak, saf olarak, dupduru olarak ettiğin zaman bu əməl seni kurtarar. Onun için de ihlaslı adım atana, bir adım atana müjdeler olsun demişler. Bizden önceki ümmetlerde olmuş bir qissəni sizə danışacağım inşallah. İmam Nəvəvi rahmetullah aleyh bu qissəni niyyət və ixlas bəhsində zikr edir. Bizdən önceki ümmətlərdə 3 nəfər səfərə çıxmışlar. Səfər esnasında yağışa tutulmuşlar ve bir qayaya sığınmışlar. Bunlar bu esnada
qapı bağlanır. Qaya qapını bağlayır. Bunlar başlayırlar Allaha dua etməyə. Yəni artıq çıxış yolu yox. Düşünək, bir qaya gəlib bunların həyat təhlükəsi var. Bunlar başlayırlar dua etməyə. 3 nəfərdən biri bu şəkildə dua edir. Allahım, sən bilirsən ki, mənim yaşlı atam anam vardı. Mən onlara xidmət edirdim, çobanlıq edirdim və bir gün qaydanda gördüm ki, onlar yatıb. Səhərə qədər onların başının üzərində durdum, südü onlara ikram edin deyə. Əgər bu əməlim Allahım sənin rızan üçünsə qapını aç. Baxın, xalis etdiyi bir əməl onu qurtardı. Qaya biraz aralanır, amma çıxmaq üçün imkanları yox. İkincisi dua eləyir. Ya Rabbim, qıtlıq zamanı idi. Sevdiyim bir əmim qızı vardı. Onu istəyirdim. Mənə 120 dinar qarşılığında özünü təqdim etdi. Bu əsnada mən Allahdan qorx dedim, o da qorxdu. Və ondan pul almadım. Ya Rabbim, bu əməlim sənin rızan üçünsə qapını aç. Allah Azza və Cəllə ikinci adamın duasına görə qapını aralayır. Amma çıxa bilmirlər. Üçüncüsü başlayır dua etməyə. Ya Rabbim, mənim bir muzlu işçim vardı. Bu adam öz haqqını almadan getdi. Bir gün həmin adam geri qayıtdı. Mən onun almadığı ücreti işə qoydum. Dəvə və digər heyvanlar sayı çoxaldı və mən ona dedim ki, sənin sürün budur. Adam inanmadı və mənə dedi ki, məni məsxərəyə mi qoyursan? Dedim, xeyr, bunlar sənin haqqın idi, götür get. Ya Rabbim, bu əməlim sənin rızan üçünsə qapını aç. Və Allah Azza və Cəllə o 3 adamın etdiyi xalis əmələ görə qapını açır. Qardaşlar, burada bir hikmət var. İlk öncə səfərə çıxarkən xeyirli kimsələrlə səfərə çıxmaq lazım. Düşünək, o 3 nəfərdən birinin duası ixlaslı olmasaydı, əməli ixlaslı olmasaydı, salih kimsə olmasaydı, onun duası qəbul olacaqdımı? Xeyr. Onlar oradan çıxa bilməyəcəklər. Onun üçün Allah Resulü Aleyhisselatü Vesselam sizdən biriniz dost etdiyi kimsəyə yaxşı baxsın. İnsan dostluğunun dini üzərədir buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. İxlasımızın hansı səviyyədə olmasını daha yaxşı anlamaq üçün nəfs mühasəbəsi etməliyik. Allah Azza və Cəllə Həşr surəsində "Bəl tənzur nəfsun mə qaddəmət liğad" buyurur. Hər nəfis sabah üçün nə etdiyinə baxsın buyurur. Sabahımıza nə hazırladıq? Sabahımız üçün nə etdik? Etdiyim və yaxud da etdiyim bu əməllərdə Allahın rızası nə qədərdir? İnsanlara göstərişim nə qədərdir? Daha bir başqa məsələ riyadır dedik qardaşlarım. Ona görə ki, insanın əməllərini puça çıxarır. Allah Azza və Cəllə Sədəqə ayəsində, Bəqərə surəsində onlar Allaha və axirət gününə iman etməmişlər. Onlar insanlara göstərsinlər deyə öz mallarını Allah yolunda xərcləmirlər. Sadəcə insanlar görsünlər deyə. Hilyətül Əvliyada çox xoşuma gələn bir məsələ var. Bugün hamımızın ən çox ehtiyac duyduğu məsələdir qardaşlar. Kim ahirəti üçün əməl edərsə, Allah ona dünyasını verər. Kim Allah üçün, yəni xalisanə, muxlis bir şəkildə
əməl edərsə, Allah ona dünyasını da verər. İkincisi, kim təklikdə olan halını islah edərsə, Allah onu insanlar qarşısında halını islah edər. Yəni Allah gizlidəki halını görüb, insanlar qarşısındakı sənin etibarını, dəyərini qaldırar. Üçüncüsü, kim Allah ilə öz arasını düzəldərsə, Allah onunla insanlar arasındakı halını düzəldər. Dəyərli qardaşlarım, Rəbbim bizlərə ixlaslı olmağı nəsib eləsin. Məşhur İslam alimlərindən Haris Əl-Muhasibi, Allah ona rəhmət eləsin, İxlas haqqında belə buyurur ki, İxlas o şeydir ki, insanlar etdiyin əməldə, insanlar səni təqdir etsin və yaxud da pisləsin. Bunlara heç bir məhəl yoxdur sənin üçün. Niyə? Çünki etdiyin əməlin qarşılığını sən insanlardan deyil də Allah Azza və Cəllədən gözləyirsən. Son olaraq Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bir duasıyla yekunlaşdırmaq istəyirəm. Ey Allahım, ey Rəbbimiz və hər şeyin Rəbbi, məni və ailəmi dünya və axirətdə hər an sənə qarşı ixlaslı et. Ey ucalıq və ikram sahibi.